operatorlarından 11.5-ci bölmədən 24-cü sualın izahı ilə qarşınızdayam. Sual deməli while dövr operatoruna aiddir. Bizdən sonda P və K-nın qiymətini istəyir. Gəlin baxaq. Biz ilk öncə gəlin baxaq görək dövrdən nə zaman çıxış olacaq? Yəni dövrdən nə zaman çıxıb hesablamanı dayandıracaq? Baxın, nə qədər ki S 100-dən kiçik bərabərdirsə, dövrə davam eləyəcək. Dövrdən çıxış halı isə S böyük bərabərdir 100 olanda olacaq. S də baxırıq ki, burada 5 artırsa, S deməli neçə dövrdən sonra, belə deyək də, neçə dövrdən sonra dövrdən çıxacaq. 100 artıq 100-ə bərabər olanda, 100-dən böyük və 100-ə bərabər olanda dövrdən çıxır. Deməli bu K bərabərdir. Yəni dövr sayını K desək 20. K-mız 20-dir. Baxın, bəs S-ləri nə zaman hesablayır? K-nın qiyməti tamam. Deməli burada K 20 olub. Yəni 20-ci qiyməti. Amma hansı qiyməti? Cüt qiyməti. Deməli burada K 20 dənə cüt qiymət görüb. Baxın, dövrümüzü birinci hərəkət elətdirsək, birinci dövrümüzdə gələcək K-nın qiyməti 3-dür. Gələcək S-imiz 0-dır. Deyəcək ki, 0 kiçikdirmi 100-dən? Bəli. K olacaq 4. 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. S olacaq 5. Yəni, ilk cüt qiymətimiz bizim 4-dür. İlk cüt qiymətdə S-in qiyməti 5 oldu. Bəs yaxşı, biz dedik 20 dənə cüt qiymət görüb. Bizim 20-ci cüt qiymətimizdə, yəni 20-ci cüt qiymətimizdə K hansı qiymət alacaq? K hansı qiymət alıb dövrə davam etdirəcək? Bunu necə hesablayırıq? Baxın, ilk cüt qiymətimiz 4-dür. 4 üstə gələk, 20-ci cüt qiymətimiz vurulsun 2, çıxılsın 2. Bu dedəcək 42. Deməli, K-nın qiyməti 42-yə bərabərdir. K 42. Buradan tapdıq ki, bu, yəni bizim 20-ci cüt qiymətimiz olub 42. Yəni, burada gəlib, K bərabərdir, K plus 1 olub 42. Amma bəs yaxşı, K-nın bura girişi alı var axı. K nəymiş ki, bu 42 olub? Deməli, K burada ilk öncə K 41 olub. Yəni, bu 41-ci qiymətlə gəlib, girib, axırıncı 41 alıb, 41-dən sonra 41-in üstünə 1 eləyib, 42-ci cüt qiymətimizi alıb və S burada gəlib 100 qiymətini alıb dövrdən çıxıb. Deməli, baxın, biz K-nın qiymətini tapdıq ki, 42-dir. Bəs P-nin qiymətini necə tapacağıq? P-miz isə sərbəst operatordur. İstər tək qiymət istər K-nın tək qiymətlərində, istərsə də cüt qiymətlərində hesablanıb. Yəni, ümumi dövr hesablanıb. Ümumi dövr, baxın, sonuncu, yəni burada K 41 qiymət olub. Sonradan bu 41, üstə gələk 1, 42 edib. Yəni, 41 və K-nın ilkin qiyməti neçədir? 3-dür. Biz ümumi dövrümüzü tapmaq üçün 41-dən çıxacaq 3-ünü, üstünə gələcəyik 1-ini. 41-dən 3-ün 38 üstünə də 1 gələndə 39. Ümumi 39 dövrümüz olub. Cüt qiymətlər yox. Ümumi 39 qiymətimiz olub. Deməli, P də P bərabərdir. P plus 3-ümüz də 39 dəfə hərəkət eləyir. 39 dəfə hərəkət eləyirsə, P-nin ilkin qiyməti 3-dür. P-nin ilkin qiyməti 3-dür. Daha doğrusu 1-dir. P bərabərdir. P plus 3 ilə davam eləyəndə, P plus 3 ilə davam etdikdə, deməli 1 üstə gəlir 39 dəfə. 39 vurulsun 3. Bu deyiləcək 118. Yəni, K-nın qiyməti 42, P-nin qiyməti isə 118 olacaq. Burada cavablarda səhvlik var. 112 yox, 118 və 42 olmalıydı. Cavabımız olacaq D variantı.